fikirlər bilirsiniz nədərdir? Türkiyə başqa yerlərdə yayğındır. Müstəmləkəçilik, imperializm falan bu sözlər tez-tez siyasi leksikonda işlədirlər. Amma əslində mahiyyətcə alternativ nə deyir? Deyir biz Qacar müstəmləkəsində qalsaq, Azərbaycan müstəmləkə olur ki. Müstəmləkəydi də. Biz Qacarın müstəmləkəsiyik. Əlbəttə. Hə, burada yazıblar. İran və Türkiyə feodallarının müstəmləkəsi altında inləyən Azərbaycanı Ruslar gəldi xilas. Biz elə İran Qacarın da müstəmləkəsi. Bax, eynən yazılıb ki, bax. Ya indi harda? İran və Türkiyə müstəmləkəçiliyindən Türkmənstayı azad elədi. Ya bir də orada yazıblar, oradakılar sizdən daha yaxşı oxumuşdular. Siz tarixi yaxşı oxumadınız. Onlar yenə akademiklər, alıcılar, nə deyir? Onlar Sovet dövründə hələ qorxurdular. Onlar hamısını dəyişdilər. Ya onlar bir dəqiqə. Sunbazzadə də Bildim. dəyişdi, sonra onlar qorxurdular. Çox şey ideologiyada yazmışlar. Amma mən nəyə deyirəm? Bax bunların alternativi. Sənin millətə sırmaq istədiyin bu yeni adına nağılları onlar başa düşür ki, nağıl. Bunlar hamısı Qacar dövrünün, hətta Rıza Şah Pəhləvi türk idi. Rıza Şah Pəhləvi gəldi, məsələn necə neynədir? Bütün Sasani ənənələrini diritdi. Türküydü, amma İrancı idi da. Eyni şey Şah İsmaildən sonra Təhmasib gəldi. Bütün övladların adı Sasani şahrənşahların adıdır. Onların övladların adıdır. Diritdi. Yəni o mühitə düşən adam, biz də o mühitdə olduğumuza görə, indi də 30 milyon, 40 milyon Azərbaycanlı orada olduğuna görə bu mühitdən çıxmaq mümkün deyil. Bizi bu mühitdən, bu qaranlıqdan xilas eləyən, bu işğal nəticəsində bizə müəyyən dərəcədə İran mühitindən qopub Avropa mühitinə təmasa gətirən faktdır da. Bu Rusiya müstəmləkəçilik sistemi, burada erməni vilayəti yaratdı, ermənilər köçürdü, böyük vəhşiliklər elədi. Amma eyni zamanda bizim müəyyən aydınların yetişməsinə şərait yaratdı. Bu bir faktdır. Bu Axundovu Azərbaycan dəfn eləmirdilər. Axundov 3 gün evində iyləndi. O nağıl da kişi. Nağıl da deyil. Rus polkovnikini iyləndirə bilərdilər. O Sovet nağıllarından biridir. Elmi cəhətdən sübut olmuş məsələdir ki, çox böyük hörmətlə, izzətlə sonradan götürdülər. Yox, onlar eləyirdi. Müsəlman qaydası ilə eləmədi.